Yox deməyi öyrənmək. Bu əslində bizim şəxsi sərhədlərimizin olmadığını göstərir və təsdiq almaq istəyimizin yüksək olduğunu göstərir. Bu bizim böyüdüyümüz situasiyadan asılıdır. Uşaq olarkən valideyn bizdən yox cavabı eşitmək istəmir. Və o hər zaman deyir ki, yəni mən qərar verirəm və düzgün qərar verirəm, sənin adına da qərar verə bilərəm. Mən nə deyirəmsə bu doğrudur və sənə bu cür iradə verilmir ki, sən yox deyəsən. Məsələn, harasa qonaq gedilirsə, sən mütləq onlarla birlikdə gedirsən. Ya da evə qonaq gəlinirsə, mütləq gəlib onunla salamlaşmalısan. Çox zaman uşaq vaxtı fikrimiz soruşulmur və soruşmurlar ki, sən bunu istəyirsənmi? Bunu yemək istəyirsən, bura getmək istəyirsən, bunu almaq istəyirsən və bu soruşulmadığı üçün bizim üçün yox ehtimalı olmur. Və cəmiyyətimizdə yox cavabı ümumiyyətlə qəbul edilməsi çətin cavabdır. İnsanlar anında bunu içsərləşdirir və öz üzərinə götürür. Amma bunun səbəbləri sənin şəxsiyyətinlə bağlı ola bilər, yəni öz şəxsi məsələlərinə bağlı ola bilər. Yox deməyi öyrənmək üçün kiçik şeylərdən başlamaq lazımdır. Əslində burada öz bədənini dinləmək çox önəmlidir. Siz gün ərzində etdiyiniz fəaliyyətlərdə özünüzə sual verə bilərsiniz. Qarşınıza qoyulan suyu içərkən bu suyu doğrudan içmək istəyirəm, hə ya da yox. Hər hansı bir yeməyi yeyərkən, hər hansı bir yolu gedərkən, mağazaya girərkən, nəsə alarkən və bəzən bəzi şeyləri istəyərək seçirik, bəzi şeyləri istəməyərək seçirik. Ən xırda detallarda özünüzdən öz fikrinizi soruşmağa başlayın. Və burada sizin öz cavabınız mütləq ki gələcək. Və burada elədiyiniz zaman bu yox sözünü həyatınızda da tətbiq etmək asan olacaq. Ümumiyyətlə sizə sual verilərkən cavab verməyə tələsməyin. Sizə sual verildi, əvvəlcə düşünüb cavab verəcəm deyə bilərsiniz. Biraz vaxt qazanırsınız. Həmin vaxt ərzində də oturub doğrudan bunu siz istəyirsinizmi? Və ya istəmirsinizsə nə dərəcədə istəmirsiniz? Bunu etmək sizin üçün mümkündürmü, mümkün deyilmi? Belə deyək, biz egoist bir həyat yaşaya bilmirik, tək deyilik, ətrafımızda sevdiyimiz insanlar var. Bəzən bizim istəmədiyimiz şeyi də istəməyə məcbur ola bilərik. Burada tamamilə egoistlikdən söhbət getmir, tamamilə mənim istədiklərim olmalıdır. Sadəcə olaraq elə şey var ki, onun üçün həyati məsələ deyil. O ölümcül məsələ deyil, təcili məsələ deyil. Olsa da olar, olmasa da olar. Amma sizin üçün önəmlidir. Məsələn, vaxtınız, büdcəniz, maddiyyatınız, onun üçün çox şey həll etməsə də sizin üçün çox şeyi həll edə bilər.